Herkese salam. Rufo 1-ci tur Riyaziyyat 10-cu sinif bu il keçirilən rayon şəhər suallarının izahına baxırıq. Başlayaq ilk sualdan. Bizdən bu ifadənin qiymətini istəyir. İlk öncə gəlin bunu sadələşdirməyə çalışaq. Bilirik ki, kök altda 18-i biz kök altda 9 vurulsun 2 kimi yaza bilərik və buradan da 3 kök altda 2 çıxar. Və nəticədə də belə bir ifadə alarıq ki, kök altda 17 çıxaq, deməli 4-ə 3-ə vursaq 12, kök altda 2 şəklində. İndi biz bu 12 kök altda 2-ni də həmçinin yaza bilərik ki, 2 kök altda 72 şəklində və buradan da görünür ki, kök altda 9 çıxaq kök altda 8 deməkdir. Yəni bu kök altda budur və buradan da çıxır 3 çıxaq 2 kök altda 2. İndi bunu da digərinə vursaq, biz alacağıq ki, kök altda 1 və oradan da 1 çıxacaq. Yəni A variantı. Deyək ki, satıcı mağazadakı qələmlərin 10 dənəsinin 20% gəlirlər. Yəni onu vururuq 20-yə bölürük 100-ə. Üzərinə gəlirik. Deyir qalanlarını, yəni x çıxaq 10-u 40% gəlirlər. Yəni x çıxaq 10 vuraq 40 bölünsün 100. Və deyir ki, nəticədə 32%, yəni bərabər x vuraq 32 bölək 100-ə. Məxrəclər eyni isə sürətlərdə eyni olmalıdır. Yəni 200 üzərinə gəlsin 40x çıxaq 400 bərabərdir 32x-ə. Buradan da hesablasaq, deməli 40x çıxaq 200 bərabərdir 32x-ə. Buradan da 8x 200 alınır və x də 25-dir. Yəni doğru cavab 25C variantı. Baxırıq bu 0-dır. Kök altda ifadə böyük bərabər 0-dır. Bu da böyük bərabər 0-dır. Deməli, yalnız 0 qiymətini ala bilər. Bu y plus 2-nin kvadratıdır. Yəni, buradan y mənfi 2-dir. Gətirib yerinə qoysaq, 2x çıxaq 3y 0-dır. Deməli, 2x üzərinə gəlsin 6 0-dan, x də mənfi 3-dür. Yəni, bizdən bunların cəmini istəyir. Bu da mənfi 5B variantı. Növbəti suallara deyir, təhkiklər mərtəbəsindəki rəqəm müəyyəndir. Yəni, 7 üstü 58-in son rəqəmi. Bilirik ki, 4-cü qüvvətdən bir təkrarlanma baş verir. Ona görə 58-i 4-ə bölürük, eləyir 14, qalıq 2. Yəni, ikinci qüvvətə baxırıq. 7 üstü 2-nin də 49-dur. Yəni, son rəqəmi 9-dur. Y variantı. Sadə bir sualdır. Gəlin da baxaq. Tənasüblə yazsaq 3fx bərabərdir 3fx çıxaq 1 plus 2. Buradan da alırıq ki, fx çıxaq 1 bərabərdir 2 bölək 3-ə. İndi burada x-in yerinə sırayla qiymətlər versə, x-in yerinə 1 qoysaq, f1 çıxaq f0 bərabərdir 2-nin 3-ə nisbətinə. X-in yerinə 2 qoysaq, f2 çıxaq f1 bərabərdir 2 bölək 3. Və belə ki, ta ki x bərabərdir 8, f8 çıxaq f7 bərabərdir 2 bölək 3-ə. İndi bu verilənləri biz tərəf-tərəfə toplasaq, f1-lər gedəcək, f2-lər, f3-lər, f7-lər hamısı gedəcək, qalacaq f8 çıxaq f0 bərabərdir 8 vurulsun, yəni 8 dənə 2 bölək 3-ə. Buradan da f8 çıxaq f0 da nə idi? 2 idi. Düzüm 2 idi mi? Bəli, 2 idi. Çıxaq 2 bərabərdir. Deməli 16 bölək 3-ə. Bunu da 3-də 6 kimi yaza bilərik. Buradan da f8 bərabərdir 22 bölək 3-ə. Yəni doğru cavab A variantıdır. Tənliyi ödəyən bütün x ədədlərinin cəmini tapın. Bu ifadənin qiyməti nə zaman 1 ola bilər? Birinci hal A üstü 0, 1. Yəni qüvvət 0 olanda. İkinci hal 1-in istənilən qüvvəti 1-dir. Yəni bu ifadə 1-ə bərabər olanda. Üçüncü hal isə mənfi 1 üstü cüt qüvvətlər olduqda bu ola bilər 1. İndi gəlin baxaq bu həllinə, yəni bir-bir araşdıraq bütün halları. Birincisi x kvadrat çıxaq 1, 0 olanda x olacaq mənfi müsbət 1. Lakin bu məxrəcdə olduğuna görə x fərqlidir 1. Yəni buradan biz x-i mənfi 1 qiymətini tapırıq. İkinci halımız 5 bölək x çıxaq 1, 1 olsa. Buradan da x də çıxır 6. İkinci halımız budur. Üçüncü hal 5 bölək x çıxaq 1 mənfi 1 olsa, x çıxır, neçə burada? Mənfi 4. Bu da 2 mümkün deyil. Deməli ki, qiymət var. 6 ilə mənfi 1-in cəmi eləyəcək 5. Baxaq bu ifadəyə. Kök altda ifadə olduqlarına görə hər ikisi 0-dan böyük olmalıdır. Yəni, böyük bərabər olmalıdır.
Burada da görürük ki, yalnız bu ifadələrin sıfıra bərabər ola bilər. Yəni burada yalnız bərabərlik halda x 1,2 çıxır. Yerinə qoysaq 1 deməli üzərinə gəlsin. Yəni buradan nə çıxır? 0 da. Buradan 11 bölək 11 alınır. Bunun da cavabı 1'dir. Yəni cavabımız 1'dir. Baxaq bu suala ədədin son rəqəmi deyir. 5 faktorialdan sonra, yəni burada 6 faktorialdan sonrakıların hamısının sonu 0'dır. Yəni biz bura baxmalıyıq. 2 faktorial üzərinə gəlsin 4 faktorial. Bunun sonu 2'dir. 4 faktorialdan 24'dür. Yəni sonumuz 6 ilə bitəcək. Hansı ədəddirsə. Burada 5 faktorialdan sonra sonu 0'dır. 1 faktorial üzərinə gəlsin 3 faktorial, sonu 7'dir. 6 ilə bitəndən 7 ilə bitən çıxsaq, 9 ilə bitən bir ədəd alınacaqdır. Yəni doğru cavab D variantı. Keçək növbətisinə. Baxaq ilk suala, yəni 9-cu suala. 2 borudan birincisi boş hovuzu 8 saata doldur. İkincisi dolu hovuzu 6 saata boşaldır. Dolduqda deyir, hovuz dolduran boru açılır. 4 saat axıtdıqdan sonra dibində olan boşaldan ikinci boru açılır. Buna görə hovuzun suyu neçə saata boşalar? Yəni hovuzun 2də 1 hissəsi deməli doldurulur. Bu zamanda bu dolmaz. Yəni getdikcə axır. Yəni 8də 1-dən 6da 1 çıxırıq, boşaldır çünki. Bu da eləyəcək mənfi qoyaq. Mənfi 1 bölək 24. Yəni 24 saata bu hovuz tam boşalır. İndi yarısı da 12 saata boşalacaq. Yəni D variantı. İndi burada 6 üstü x'i biz bu formada yaza bilərik. 2 üstü x vuraq, 3 üstü x. Onu isə yaza bilərik ki, 2 vurulsun 5 şəklində. 2 vurulsun 5 şəklində. Alınacaq 2 üstü x plus 1 vuraq. 3 üstü x vurulsun 5 üstü 1. Natural bölənlərinin sayına baxsaq, qüvvəti 1 vahid artırıq. X plus 2, x plus 1 vuraq 2, 40. Və buradan da x plus 2 ilə x plus 1'in hasili 20'dir. Buradan da görünür ki, x 3'dür. İndi biz bunun natural bölən sayını hesaplamalıyıq. Buna biz belə yaza bilərik. 3 üstü 3 vuraq, 5 üstü 3. 4 vuraq 4'dən də cavabımız 16'dır. Deyir, tənliyinin neçə fərqli həqiqi kökü vardır. Gəlin 6x kubunu parçalayaq. Yəni x üstü 4 çıxaq. 4x kubu çıxaq. 2x kubu. Sonra digər ifadəni də parçalayaq. 6x kvadratını belə yazaq ki, çıxaq x kvadratı, çıxaq 4x kubu üzərinə gəlsin 8x kvadratı üzərinə gələk 4x, çıxaq x kvadratı üzərinə gələk 2x plus 1 bərabər 0. Bu formada yazdım. Buradan indi sadələşdirməyə çalışaq. X kvadratını çıxardaq. Burada 2x kubudur mu? Kvadratıdır. Aha. Gəlin 4x kubunda bura atmışıq. Artıq buna ehtiyac yoxdur. Belə yaza bilərik ki, x kvadratı, x kvadrat çıxaq 2x çıxaq 1. Deməli, bunları baxın, bunları bir qruplaşdırdım. Bunu artıq bununla qruplaşdıram. Yəni burada yoxdur kimi sayaq. Çıxaq 4x'i çıxarsaq, qalacaq x kvadratı çıxaq 2x çıxaq 1. Bu da ayrıca çıxaq x kvadratı çıxaq 2x çıxaq 1 şəklində bərabərdir 0. İndi buradan x kvadrat çıxaq 2x çıxaq 1 ortaqdır. Qalacaq x kvadratı çıxaq 4x çıxaq 1 0. Baxsaq hər ikisində diskriminant 0-dan böyükdür. Deməli 4 dənə fərqli həqiqi kökümüz olacaqdır. Keçək növbəti suala. Bu suala baxaq. Buradan tapırıq ki, a bərabərdir kökdə 3 b-yə. İndi bunu gətirib yerinə qoymalıyıq. Belə bir ifadə alınacaq. Kökdə 3 b çıxaq b çıxaq kök altda kökdə 3 b plus b bölünsün kökdə 3 çıxaq kökdə 2, bu da kökdədir. Bu bizim x-imizdir. Aha. Deməli, bunu həll eləməliyik. Gəlin, buradan b-ni ortaq çıxaraq. Bu zaman sürətdə qalacaq kökdə 3 çıxaq 1 çıxaq kökdə 3 plus 1 bölünsün kökdə 3 çıxaq kökdə 2. Bu x-dir. İndi x-in kvadratını alsaq, yəni hər tərəf kvadrata yüksəlsək, burada 2-nin də mötərizə xaricini çıxarsaq, burada kökdə 3 çıxaq 2, yəni belə bir ifadə alınacaq. Kökdə 3 çıxaq kökdə 2
sürətdə bağlanacaq, məxrəcə də bunlar gedəcək, qalacaq 1. Yəni x kvadratını 2 alacaq. Bir də burada b var, vurulsun b. Yəni x kvadratı 2b olacaq, b variantı. Baxaq 13-ə, gəlin ilk öncə buranı sadələşdirək, alt hissəni. Yaza bilərik ki, 3x plus y bərabərdir nəyə? 2x çıxaq 2y-ə. Buradan da alırıq ki, x bərabərdir 3y-ə. İndi bunu yuxarıda gətirib yerinə qoymaq lazımdır. X-in yerinə 3y yazsaq, 10y-in kvadratı, yəni 100y kvadratı üzərinə gəlsin. 3y də qoysaq, 4y kvadratını da deməli 2-yə vursaq, 8y kvadratı 96. Buradan belə bir şey alırıq ki, 108y kvadratı 96-dır. Buradan da y alınır 4 bölək 5. Y bir də mənfi 4 bölək 5 alınır. X də 16 bölək 5 alınır və mənfi 16 bölək 5 alınır. Necə həqiqi ədəd həllər cütü var 2 dənə. Baxaq, bura hamısını 2 ilə ifadə edirik. Yəni 216 üzərinə gəlsin, 216 üzərinə gəlsin, 218 üzərinə gələk. Deməli, 216 üzərinə gəlsin, 218. Bunu da bizə verib 2 üstü b vurulsun a. Burada da alınacaq 3 vuraq, 216 üzərinə gəlsin. 218 ilə 18-ni toplasaq 219 edəcək. Yəni, baxın belə, 218 vuraq 2, üstləri də toplandığından 219, yəni belə. İndi bunu da bizə verib 2 üstü b vurulsun a şəklində. Bunu da bizə verir 2 üstü 16-nı çıxarsaq vuraq 11, 2 üstü b vuraq a. Birinci hal 16 olsa b a şəklində baxıram, 11 olsa 27 yoxdur. İkinci hal 15, 22, bu da yox idi. Üçüncü 14, 44, dördüncü 13, 88. Və cavablarda 101 olduğuna görə B-ni ilə götürürük bu halda. Baxaq bu suala. Çəkək. Deyir ki, ABC üçbucağı var. Bu olsun A, B, C. Və bizə deyir ki, AD mediandır. Belə bir median çəkirik. AD mediandır. Və bizə deyir ki, AB kök altda 18-dir, digəri kök altda 27-dir. Bizdən də DAC-ni istəyir və həmçində bizə BAD-ni, yəni buranı 60 veribdir, burada x-dir. İndi biz buradan bir dənə xət çəksək, paralellikdən burada 60 dərəcə olacaq. Həmçinin bu mediandır, yəni bura olacaq. Baxın, bu kökdə 18 nə deməkdir? 3 kök altda 2. Bu olacaq 3 kök altda 2-nin yarısı olacaq. Həmçinin burada olacaq 3 kök altda 3-ün yarısı. Deməli, bu formada olacaq. Sinuslar teoremindən yazsaq, 3 kök altda 3-ün 2-yə nisbəti, yəni bunun sinusu 60-a nisbəti bərabərdir 3 kök altda 2-nin 2-yə nisbətinin sinus x-ə nisbəti. Buranın da x-i 45 dərəcə tapırıq, yəni C variantı. İndi verilmiş şəkildə deyir, amma burada şəkil yoxdur. Gəlin şəkil tapım. Şəklimiz bu formadadır. Bizə AD-ni 1 verib, yəni baxın bu hissə 1-dir. AD 1-dir. Deməli, DY 5-dir. SY 3-dür. BS ilə BA-nın bizdən fərqini istəyir. Gəlin bura bir x deyək, burada bir y deyək. Bu toxunandır bunlar. Burada TT olsun. Və baxın, belə bir lemmamız var ki, toxunanla kəsən olsa, məsələn, bura x, bura m, bura n olsa, x kvadratı m ilə m plus n-in hasilinə bərabər olacaq. Yazsaq, x kvadratı bərabər 1 vuraq, 1 plus 5, yəni 6. X buradan kök altda 6 çıxacaq. Y kvadratı isə baxın, 3-ün ümumi hissə, yəni 8 olan hasildir. Buradan da y olacaq, 2 kök altda 6. Bizə nə istəyirdi? Bunların fərqini istəyirdi. T'lər gedəcək, o heç qalacaq kök altda 6. Baxaq 17-ci suala. Bizə deyir ki, şəkildə verilmiş ABC üçbucağında SBY ilə DAC bərabərdir. Yəni, bura bir alfa desək, digərdə olacaq alfa bucağı. Alfa, alfa. CD 4-dür. Qeyd edib hamısını. AY-ni bizdən x istəyir. İndi biz bunu birləşdirsək, görürük ki, bunlar eyni qövsəti söykənən daxil çəkilmiş bucaqlardır, bir-birinə bərabərdir. Deməli, bu fiqur sayklikdir, yəni buradan çevrə keçəcək.
Və buradan xassəyə əsasən yazırıq ki, 4-ün 4 plus 3-sə hasili 2-nin 2 plus x-ə hasilinə bərabərdir. Buradan da x alınacaq 12. Yəni görək hansı variantdır. Deməli, doğru cavab olacaq Y variantı. Keçək növbəti sual 18-ə. Bizdən bu ifadənin qiymətini istəyir. Burada hər tərəf qoşmasına vursaq, yəni bunların hamısını qoşmasına vursaq, məxrəcdə alınacaq. Aha, 1 çıxaq 2, sürətdə alınacaq 1 çıxaq kökdə 2. Üzərinə görə kök altda 2 çıxaq kök altda 3, 2 çıxaq 3. Deməli, belə davam eləyəcək. Kök altda 2024 çıxaq kök altda 2025. Burada da alınacaq. Kök altda 2024 çıxaq 2025. Görürük ki, məxrəclərin hamısı eynidir. Sürətləri toplasaq, kök altda 2-lər, kök altda 3-lər, kök altda 24 hamısı ixtisar gedəcək və son olaraq belə bir ifadə alınacaq ki, 1 çıxaq kök altda 2025 bölək -1. Bu da nə deməkdir? Kök altda 2025 çıxaq 1. Bu da 45 idi. 45-dən də 1 çıxsaq 44 eləyəcək. Yəni Y variantı heç biri. Çünki variantlarımızda yoxdur. İndi bunu ortaq məxrəcə gətirsək, alınacaq sinus 15 vuraq kosinus 15, sürətdə alınacaq kosinus 3, kosinus 15 çıxaq sinus 3, sinus 15. Bu kosinus alfa plus beta'nın açılışıdır. Yəni kosinus 18'in açılışıdır. Bölək sinus 15, kosinus 15. Hər tərəfi 2'yə vurdum mən. Bilirdik ki, kosinus 2 alfa bərabərdir 1 çıxaq sinus kvadratı alfaya. Deməli, sürətdə alınacaq 2 vurulsun 1 çıxaq 2a'nın kvadratı bölək. Sinus bu da 30 deməkdir. Sinus 30 da 2'də 1'dir. Buradan da alınacaq ki, 4 çıxaq 8a'nın kvadratı. Yəni Y variantı. Baxaq sonuncu suala. Aha. Deyək ki, düz bucaqlı ABC bucağında A bucağı 90 dərəcədir. Yəni bura 90'dır. AB 8'dir. Bura 8'dir. AC 6'dır. B bucağı BAD'nin kimisidir. Yəni biz bura alfa desək, burada olacaq 2 alfa. Bizdən CD tərəfini istəyir. Yəni baxın, burada 1 x'dir. Can buradan bir dənə hündürlük çəkək. H bərabərdir AB bölək C düsturundan. Biz alarıq ki, H'ımız 4,8'dir. Yəni bura olacaq 4,8. Burada bir T desək ayağına. Buradan alırıq ki, TS'nin kvadratı bərabərdir 6'nın kvadratı. Yəni baxın, burada Pifagor tətbiq elədik. 6'nın kvadratı çıxaq 4,8'in kvadratı. Buradan TS'ni alırıq. 18 bölünsün 5. İndi gəlin burada. Baxın, bura 2 alfa, bura alfa, bura olacaq nə? 3 alfa. Yəni bir xarici bucaq özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Buradan tangens 3 alfanı tapsaq olacaq 4,8 bölünsün dt. İndi həmçinin tangens 3 alfanın öz düsturu da var ki, tangens 2 alfa üzərinə gəlsin tangens alfa bölünsün 1 çıxaq tangens 2 alfa tangens alfa şəklində. Tangens 2 alfanı baxın, buradan 6 bölək 8 tapırıq. Yəni tangens alfa 2 alfa daha doğrusu 6 bölək 8, yəni 3 bölək 4'dür. Tangens alfanı da buradan tapırıq. Tangens 2 alfa bərabərdir 2 tangens alfa bölək 1 çıxaq tangens 2 alfa şəklində yaza bilərik. Aha, buradan da tangens 2 alfanı tapsaq, tangens alfanı daha doğrusu tapsaq, tangens alfanın 3'də 1 tapırıq. Gətirib burada yerinə qoyub tangens 2 alfanı 3 alfanı tapmaq lazımdır. Deməli, burada yerinə qoysaq tangens 3 alfa da eləyəcək 216 bölək 65 üzərinə gələk 8 bölək 5. Buradan da alınır 90 bölünsün 13.
DT ilə gətirib yerinə qoysaq, alınacaq 216 bölünsün 65 şəklində. Yəni sonra da gətirib 216 bölü 65 ilə 5 bölək 8 bölək 5 toplasaq 90 bölək 13 alınacaq. Yəni bu da A variantı. Və bu da sualların izahı.